Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası. Bina 19-cu əsrin ortalarında Karvansaray kimi inşa edilmişdi. 19-cu əsrin 60-cı illərində memarı Qasım bəy Hacı Bababəyovun layihəsi ilə Karvansaraya ikinci mərtəbə əlavə olunub. Binanın birinci mərtəbəsi satış təyinatlı köşklər üçün nəzərdə tutulduğundan geniş pəncərə aşırımları qoyulmuşdu. İkinci mərtəbə isə birinci mərtəbənin fasad həllindən fərqli olaraq daha kiçik tağlı örtüklü pəncərələrlə həll olunmuşdu. Sonrakı dövrlərdə binanın ikinci mərtəbəsi klub kimi dəbdəbəli nömrələrə və restorana malik olan, həmçinin ictimai və ticarət təyinatlı tikililərlə əhatələnən Metropol mehmanxanasına çevrilir. 1918-ci ilin martında Bakıda Azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər binanın damına pulemyotlar qoyaraq küçədən keçən insanları amansızcasına qətlə yetirirdilər. 1918-1920-ci illərdə bina Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin iş və yaşayış yeri olub. 1920-1930-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı fəaliyyət göstərib. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Bakı Xalq Komissarlar Sovetinin 1 noyabr 1939-cu il tarixli qərarı ilə bina dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilmişdi. İkinci Dünya müharibəsi bitdikdən sonra 1945-ci ilin 14 may tarixində muzeyin açılışı keçirilib. Binanın fasadında bir sıra görkəmli Azərbaycanlı şair və yazıçıların heykəlləri quraşdırılıb. 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə muzeydə əsaslı təmir bərpa işləri aparılıb. Binanın memarlığı və qədimliyi saxlanılmaqla innovativ funksionallığı təmin edilib. 2007-ci ilin dekabr ayından muzey yeni ekspozisiya ilə fəaliyyətə başlayıb. Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir.